Kanadanın ən sərt, ən soyuq və ən insansız bölgələrindən birində bir kənd vardı. Kiçik, sakit və dünyadan kənar görünən bir Inuit kəndi. Bura Anjikuni gölü adlanırdı. Qış aylarında temperatur o qədər aşağı düşürdü ki, insan nəfəsi havada donub ağ duman kimi görünürdü. Hər tərəf qar, buz və sükut içində idi. Amma bütün çətinliklərə baxmayaraq, orada illər boyunca bir icma yaşayırdı. Balıq tuturdular, ov edirdilər. Uşaqlar qarda oynayırdı. Hər şey öz axarı ilə gedirdi. Ta ki 1930-cu ilin o soyuq noyabr gecəsinə qədər. Həmin gün təcrübəli ovçu Joel Labelle bölgədən keçirdi. O bu kəndə əvvəllərdə gəlmişdi və buranın insanlarını şəxsən tanıyırdı. Hər dəfə kəndə yaxınlaşanda odun tüstüsünün iyi adamın üzünə vururdu. Uşaqların və itlərin səsləri eşidilərdi. Amma bu dəfə kəndə yaxınlaşanda Labelle ilk dəfə qəribə bir şey hiss etdi. Sükut. O qədər dərindən və o qədər soyuq bir sükut var idi ki, qarın üstündə atdığı hər addımın səsi belə ona yad gəlirdi. O an ovçunun ürəyinə nəsə pis bir hiss doldu. Ovçu burada nəyinsə çox yanlış olduğunu hiss eləyirdi. Kəndin ortasına girəndə mənzərə daha da dəhşətli oldu. Qapılar açıq qalmışdı. Pəncərələr tərpənirdi. İçəridəki ocaqlar sönmüşdü. Amma hər şey tam yerində idi. Evə baxsan elə bir insanlar biraz əvvəl buradaymış kimi görünür. Bəzi evlərdə masanın üstündə pişmiş yemək vardı. Qabın içində buxarı hələ də çəkilməmişdi. Bəzi evlərdə balıq təmizlənirdi. Kəsilmiş balığın üzü masanın üstündə idi. Amma iş yarımçıq qalmışdı. Heç bir qarışıqlıq, heç bir mübarizə izi, heç bir talan yox idi. Sadəcə insanlar yoxa çıxmışdı. Bir nəfər belə yox idi. Labelle kəndi bir qədər gəzdikdən sonra daha dəhşətli mənzərə ilə qarşılaşır. İnuitlərin qışda ən çox dəyər verdiyi şey. İtlər bağlandıqları yerdə ac və halsız halda tapılmışdı. Bəzi itlər artıq ölmüşdü. Bəziləri isə o qədər zəifləmişdi ki, ulamağa belə gücləri qalmamışdı. İnuitlər heç vaxt itlərini başsız buraxmazdılar. Bu itlər onların ailə üzvü kimi idi. Bu mənzərə ovçunu titrədir. Bu artıq adi bir hadisə deyildi. Burada nəsə baş vermişdi və bu çox ciddi idi. Labelle dərhal geri qayıdıb ən yaxın poçt məntəqəsinə çatdı və Kanadanın kral atlı polisi ilə əlaqə yaratdı. Polis dərhal hadisə yerinə çatan kimi araşdırmalara başladı. Amma kənddən toplanan məlumatlar hadisəni daha da sirli etdi. Kənddə sanki həyat bir anda dayanmışdı. İnsanların geyimləri evdə idi. Silahları divarda asılmışdı. İnuitlər üçün bu imkansız bir davranışdı. Onlar mənfi 40 dərəcədə evdən heç vaxt silahsız və geyimsiz çıxmazdılar. İnsanlar evdən tələsik çıxmamışdılar. Tələskənliyi ilə bağlı heç nə nəzərə çarpmırdı. Evlərdə heç nə dəyişməmişdi. Sadəcə insanlar yoxa çıxmışdı. Polisin kəndə yaxın olan kiçik qəbirstanlığı araşdırması isə hadisəni tamam başqa səviyyəyə qaldırdı. Bir neçə qəbir açılmışdı. Amma daha pis olan içindəki cəsədlər yox idi. Heç bir heyvan izinə rast gəlinməmişdi. Sanki kimsə gecənin bir vaxtı gəlib cəsədləri torpaqdan çıxarıb aparmışdı. Niyə, kim, nə üçün? Bu suallara cavab tapa bilən olmadı. Hadisənin baş verdiyi gecə bölgədə yaşayan bir neçə Inuit ailəsi göydə mavi rəngli, qəribə şəkildə hərəkət edən işıqlar gördüklərini iddia edib. Bu işıq sanki göydən aşağı enir, qayıqların üstündə dayanır. Sonra yenə yüksəlirmiş. Həmin dövrdə uçan aparatların heç biri belə hərəkət edə bilməzdi. Bu səbəbdən illər sonra tədqiqatçılar Anjikuni hadisəsini UFO nəzəriyyələri ilə bağlamağa başladılar. Deyirlər ki, kənd sakinləri yerdən yox olmayıb. Hansısa başqa güc tərəfindən aparılıb. Təbii ki, bunlar rəsmi deyil, amma hadisə o qədər qəribədir ki, insanlar hər versiyaya inanmağa hazır olur. Bəzi alimlər isə deyir ki, bəlkə də kəndlilər birdən-birə təbii fəlakətdən qorxub qaçıblar. Amma bu versiyada doğrulanmır. Çünki təbii fəlakət olsaydı əşyalar götürülərdi, itlər buraxılardı. Ən azı torpaqda qaçış izləri olardı, amma heç nə yox idi. Buzun üstündə belə iz tapılmamışdı. Sanki bu insanlar havaya sovrulmuşdu. Bu hadisə haqqında bir başqa qəribə detal daha var. Kəndin yaxınlığında olan gölün buzunda çox təmiz, dərin bir dəlik aşkar ediblər. İnuitlər heç vaxt belə texniki dəqiqliyi ilə dəlik açmazdı. Bu dəlik sanki istidən yaranıbmış təsiri bağışlayırdı. Bəzi tədqiqatçılar bunu göydən gələn işıq fenomeni ilə əlaqələndirir. Bütün axtarışlara baxmayaraq 151 nəfərin heç biri tapılmayıb. Nə cəsədləri, nə geyimləri, nə izləri. Sanki heç bunlar heç vaxt yaşamamış kimi. Anjikuni kəndi bugün xəritədə yoxdur. O kəndin yerində yalnız sükut var. Qarlı torpaq, donmuş göl və ortada heç vaxt cavabını tapa bilməyəcəyimiz bir yoxa çıxma hekayəsi. Bu hadisələr illərdir həm Kanadada, həm də bütün dünyada ən böyük sirlərdən biri sayılır. Nə polis, nə alimlər, nə araşdırmaçılar, heç kim bu hadisəni tam izah edə bilmir. İnsanların bir anda bu qədər tamamilə yox olması nə tarixdə, nə də elm dünyasında asanlıqla başa düşülən bir şey deyil. Ona görə də Anjikuni faciəsi bu günə qədər cavabsız qalan, insanın içini titrədən ən əsası, hələ də nə baş verdiyi bilinməyən bir sir olaraq qalır. Növbəti videonun sonu. Əgər videonu bəyəndinizsə kanala abunə olub şərh yazmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.